Divarın eni təxmini 1 metr 80, 1 metr 90 sm olan divarlardır. Və bir yerdən açılıb baxmışıq bu hissəsindən, hansı yarğan yerdən 1 metrə yaxın hündürlüyü var. Naftalanda yaşı 2500-dən çox olan abidədə saray qalıqları aşkarlanıb. Sözü gedən Qalaboynu yaşayış yeri Naftalan şəhəri Qaşaltı kəndi ərazisində yerləşir. İlk dəfə burada yerüstü material kimi son Tunc dəmir dövrünə və Əhəmənilər dövrünə aid, eradan əvvəl 6-5-ci əsrlərə aid arxeoloji materiallar toplamışdıq və bir neçə orta əsrlərə aid də saxsı qablar var idi, saxsı qab hissələri və 20-ci ildə ilkin tədqiqatlar aparan vaxtı biz orta əsrlər təbəqəsində arxeoloji tədqiqatlar apardıq. Tədqiqatların nəticəsində eradan əvvəl 6-5-ci əsrlərə aid divar qalıqları aşkar elədik və araşdırdıq və məlum oldu ki, bizə həmin dövr Əhəməni dövrü adlanır və Azərbaycanda bu günə qədər iki yerdə belə bir abidə aşkar olunub. Bir Sartəpə İdeal Nərimanov tərəfindən Sartəpə yaşayış yerində, bir də beynəlxalq arxeoloji ekspedisiya kimi Şəmkir rayonu Qarazəmirli kəndi ərazisində saray kompleksi aşkar olunub və geniş arxeoloji tədqiqatlar aparılmışdı və sayca Azərbaycanda aşkar olunan üçüncü bu tip abidədir. Arxeoloji tədqiqatlar nəticəsində böyük divar qalıqları aşkar elədik və aşkar etdiyimiz divar qalıqları bütün parametrləri ilə Əhəməni saraylarına xas olan divarlar idi. Çünki burada standart kərpiçlər 36 yarım 37-nin kvadrat kərpiçlər idi. Kərpiçlərin qalınlığı 9-10 sm və divarların eni çox enli 2 metrə yaxın divar enləri var idi. Azərbaycanın əsas turizm məkanlarından biri olan Naftalan şəhəri ərazisində aşkar edilməsi abidənin əhəmiyyətini daha da artırır. Ərazinin böyük olması və divarların belə sağlam aşkar olunması bizə deməyə əsas verir ki, burada uzun müddətli tədqiqatlar aparılmalıdır və əgər tədqiqatlar aparılarsa, çox böyük saray kompleksini biz aşkar edə bilərik. Qeyd edək ki, müalicəvi nefti ilə dünyada məşhur olan Naftalan qədimliyi ilə də diqqət çəkir.